Çünki kamera önündə paylaşılmış istənilən həyat kənardan baxıldığı kimi elə də mükəmməl deyil. Mükəmməlliyətçilik anlayışı insandan insana doğru dəyişir. Məsələn, mənə mükəmməl bir gələn görünüş başqası üçün isə natamam və qismən tamamlanılmamış ola bilər və yaxud da ki, əksinə. İlk vlogumu çəkməyə başlayanda da düşünürdüm ki, vacib olan hər şeyin mükəmməl olmasını gözləmək deyil. Vacib olan addım atmaqdır və bir yerdən başlamaqdır. Onsuz da zaman irəlilədikcə bizim istəklərimiz də dəyişir, arzularımız da yenilənir, həvəslərimiz də başqa yöndə inkişaf edir. Hətta deyərdim ki, baxış bucağımız belə dəyişə bilər. Amma bu dəyişkənliklər arasında biz mütləq ki, hardansa başlayıb bir addım atıb irəliyə getməliyik. İndi isə gəldik əsas məsələyə. Videolarımda göstərdiyim qeyri-reallıqlara. Əslində belə düşünsək, elə də qeyri-real, elə də yalan olan heç bir mövzu yoxdur. Əvvəlcə onu qeyd eləmək istəyirəm ki, mən çəkdiyim videoların heç birini sadəcə video olsun deyə çəkmirəm. Əksinə, həyatımda baş verənlərin müəyyən hissəsini bacardığım qədər kadra aldığım hissələri sizlə bölüşməyimdir. Amma bəzən bu belə asan olmur. Çünki mən orada qeyd etdiyim bir günümü sizinlə bölüşürəm hissəsi bəzən 3-4 günə gəlib çıxır. Elə məhz qeyri-reallıq da buradadır. Doğrudan da mən həqiqətən həmin işləri bir gündə edirəm. Amma hər birini bir gün ərzində kadra çəkə bilirəmmi? Xeyr. Özünüz də görürsünüz ki, vloqları hardasa 5 gündən bir həftədən bir paylaşa bilirəm. Yəni fikrimi ümumiləşdirsək belə deyim ki, mən bir gün ərzində bəli, qabları da yuyuram, evi də təmizləyirəm, evi də süpürürəm, diləyə də baxıram, bu işləri edirəm. Amma bir gün ərzində onun hamısını çəkirəmmi? Xeyr. Səhər gündə həmin işlər təkrarlanır. Elə ona görə də bu gün çəkə bilmədiyimi səhər çəkirəm. Amma montaj edəndə elə